Bir qaşıq balın arxasında minlərlə arının zəhməti aylarla davam edən proses dayanır. İndi isə bu zəhmətin bəhrəsini, süzülməsinin şahidi olacağıq. Görək, bal süzülərkən nələrə diqqət eləmək lazımdır? Nə zamandan bu bal hazır olur, nə zamana qədər? Avqust ayında bal süzümü başlayır. Burada Demistan olduğuna görə kirəlilik burada yüksək olur. Ona görə də burada bal ildə bir dəfə süzülür, iki daha süzülmür. Çünki bal tərkibində su qalmamalıdır. Balın tərkibində olan su təmiz çəkilməlidir. Çünki əgər tez süzərsansa balı, tərkibində su olsa, o bal turşuyacaq. Təcrübəli arıçının bildirdiyinə görə bu il müşahidə olunan əlverişli hava şəraiti yaz və yay aylarında yağıntıların kifayət qədər çox olması, eləcə də zəngin çiçək örtüyü arı ailələrinin inkişafına müsbət təsir göstərib. Hazırda digər rayon və kəndlərdə də bal süzümü mərhələli şəkildə davam etdirilir. Neçə ildir ümumiyyətlə bu işlə məşğulsuz? Hardasa bir 35-40 il olur. 35-40 il. Hardasa bir 80-cı ildən, 75-ci ildən belə arımız olur. Bu qədər müddətdə heç olubmu ki, yəni sizin üçün xüsusi bir bal süzmə mövsümü olsun? Olub. Qabaqki illərdə istədiyin qədər bal süzmə mövsümü olub. Elə bu 100 kilo, 300 kilo, 200 kilo bal çıxır. Maşallah olsun. Yəqin ki, məyus olduğunuz vaxtlar da olub, hə? İstədiyiniz kimi məhsul gözləmədiyiniz vaxtlar olub. Elə olur. Baxı təbiətə. Təbiət yaxşı olanda məhsul istədiyin qədər götürürsən. Yox, təbiət yaxşı olmayanda demək ki, əsas balın götürməsi güc-çiçəkdən asılıdır, təbiətdən asılıdır, yağıntı ilə əlaqədardır. Yağıntı güclü olanda, güc-çiçək olanda məhsul bol götürürsən. Biraz da mən süsə bilərəm. Baxın, aslında da üzü açılıb, onu bıçağına belə doğrayıb, sonra tökə bilər. Nə qəşəng bal çıxır. İndi aşağıdan bir təcə simə dayıcına. Simə dayanda durur. Simə daydı, indi oradan burasında kəs. Balın əsl bal olduğunu hardan bilmək olur? Baxsın, qırılmır, axır gedir. Axıra qədər axır gedir. Yəni, əgər qırılsa, əsl bal deyil, bir. İkincisi də qoysan ağzına, boğazın qavırsa, demək təmiz baldır. Boğazın yandırmırsa, təmiz bal deyil. Dadına baxaq, görək bu əsl baldır, görək boğazımızı yandıracaq yoxsa yox. Gördüyünüz kimi heç qırılmır. Niyə bax görür? Yandırır. Doğrudan da adamın boğazında nəsə bir qəribə bir his var. Əgər adam boğazını tutur. Təbii bal həm dəyərli qida məhsulu, həm də sağlamlıq üçün faydalı nemətlərdən biridir. Onun qiyməti isə növünə, saflıq dərəcəsinə və istehsal olunduğu əraziyə görə dəyişir. Mövsümün bütün arıçılarımız üçün bol, bərəkətli və məhsuldar keçməsi arzusu ilə Pərvin Səfərzadə, Rəşad Əkbərov, Sura Bəşirova, NTV Xəbər.